Daha bir məlumatı nəzərinizə çatdıracağım. Rusiyada Azərbaycan əsilli iş adamı saxlanılıb. Bu barədə Fotanka Sankt-Peterburq və Leningrad vilayəti üzrə Daxili İşlər İdarəsinin məlumatına istinadən xəbər yayıb. Bildirilir ki, söhbət Amurov Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Mark Aleksandroviç Amurovdan gedir. İstintaq versiyasına görə o, 2020-2021-ci illərdə daşınmaz əmlaka sərmayə qoymaq adı ilə fırıldaqçılıq eləyib. 32 yaşlı biznesmen 46 milyon rubeldən, yəni təxminən 997 min manatdan çox dəyərində dələduzluqda şübhəli bilinir. O, vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib. Lakin toplanan vəsaiti mənimsəyib. Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Şirkət direktoru evində saxlanılıb. Axtarış zamanı daşınmaz əmlaka dair sənədlər, telefon və həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb. Hüquq mühafizə orqanları hazırda saxlanılanın yoldaşlarının olub-olmamasını araşdırır və onun digər cinayətlərdə iştirakı barədə yoxlamalar aparır. Polisin məlumatına görə saxlanılan Mark Aleksandroviç Amurov Azərbaycanda doğulub. Nəşr bildirir ki, o azı 10 il əvvəl Sankt-Peterburqda Rusiya pasportu alıb.